şagirdlər 6-cı sinif ingilis dili dərsliyindən səhifə 99-un izahı. Listening and vocabulary. Dinləmə və lüğət. 1. Look at the images and complete words from 1 to 7 with the missing letters. 1-dən 7-yə qədər olan şəkilləri hərfləri yazılmamış sözlərə uyğun olaraq göstərilən hərfləri yerində qeyd edərək tamamlayacaq. Rainy, yağışlı, sunny, güneşli, cloudy, bulutlu, stormy, fırtınalı, foggy, dumanlı, çiskinli, windy, küləkli, snowy, qarlı. İkinci tapşırıq. Listen to weather forecast and write the correct details about the weather. Then compare your answers with a partner. Hava haqqında məlumata qulaq asın və düzgün havaya aid olan hissəni dairəyə alacaq. Then compare your answers with a partner. Öz tərəfdaşımızla cavablarımızı müqayisə edəcək. Yesterday, dünən, now, indi, later today, bugün daha sonra, tomorrow, sabah. Sunny, güneşli, rainy, yağışlı, windy, küləkli, cloudy, bulutlu, foggy, çiskinli, sunny, güneşli. Cloudy with some rain, biraz yağışlı, bulutlu, storm with some snow, biraz qarlı, fırtınalı, windy with some fog, biraz çiskinli olan küləkli. Windy and rainy, küləkli və yağışlı, foggy and windy, çiskinli və küləkli, hot and cloudy, isti və buludlu. Öncə biz dinləməyə qulaq asaq. Now over to Kirsty with the weather. How's it looking, Kirsty? After all that rainy weather yesterday, I know everyone is a bit worried. Well, we don't expect to see heavy rain today, Victor. In fact, look out of your window. It's a beautiful sunny day. This morning, we've got the perfect weather for a walk. However, that all changes in the afternoon. A sunny day! Great! I want to go for a walk by the river later. Oh, but don't get too excited. Around lunchtime, there's some cloudy weather moving in, and there's light rain in the afternoon. Really? Perhaps tomorrow is looking better then? Well, not really. There's stormy weather on the way. We start with a foggy day, then it really gets cold and windy. And by the end of the day, there's the possibility of snowy showers. So don't forget to get your winter coat before you go out tomorrow evening. Birincidə görsənir ki, dünənlərim hava yağışlıydı. İndi cloudy, buludludur. Yəni günəş orada dinləmədə qulaq asanda deyir ki, günəş var, amma buludun arxasında gizlənir. Later today, cloudy with some rain. Biraz yağışlı, buludlu. Tomorrow'da, yəni sabah isə windy and rainy. Küləkli və yağışlı olacaq. Üçüncü tapşırıq. Read comments 1-3 and then listen again. When does the person make each comment? Write yesterday, today or tomorrow in your notebook. Bir daha biz bunu oxuyuruq və qulaq asırıq. Sonra isə hansı rəyin nə zaman edildiyini bildiririk. Dünən, bugün və yaxud sabah kimi dəftərimizdə yazırıq. I am tired of wearing heavy clothes. Mən ağır paltarlar giyməkdən yorulmuşam.
I had boots and coats. Mən çəkmələrə və paltolara nifrət edirəm. I want to wear sandals and t-shirts. Mən sandallar və köynəklər geyinmək istəyirəm. İkinci. I am worried about the weather. Mən hava haqqında narahatım. There is so much water about. Çoxlu su var. Is it safe to drive home? Evə sürmək təhlükəsizdir. Üçüncü. I am cross. Mən əsəbiyəm. We started with a very nice day and I decided to have a picnic. Biz gözəl hava ilə başladıq və qərara gəldik ki, piknik edək. But then rain arrived and now we have to go home. Lakin sonra yağış gəldi və biz indi evə gedirik. Dördüncü. Complete the sentences with the way the words in exercise 1. Tapşırıq 1-də göstərilən hava haqqındakı sözlərlə cümlələri tamamlayırıq. Birinci. I am not riding my bike today. It is foggy and I cannot see a thing. Bugün velosiped sürmürəm. Hava dumanlıdır və mən heç nə görə bilmirəm. İkinci. I go to the beach every day in the summer. It is always sunny here. Yayda hər gün çimərliyə gedirəm. Burada həmişə hava günəşlidir. Üçüncü. Last week it was very stormy and the people couldn't leave their houses. Keçən həftə hava çox fırtınalı idi və insanlar evlərindən çıxa bilmirdilər. It is rainy today and there is water everyone. Dördüncü. It is rainy today and there is water everywhere, so I'm wearing my new boots. Bugün hava yağışlıdır və hər yer sudur. Ona görə də yeni çəkmələrimi geyinirəm. Beşinci. We cannot see the sun. It's really cloudy. It is a gray day. Biz günəşi görə bilmirik. Hava həqiqətən buludludur. Boz bir gündür. Altıncı. It is really windy. Can you see the trees moving? Hava həqiqətən küləklidir. Ağaclar tərpəndiyini görürsən. Yeddinci. I love snowy weather. I can play in the snow with my friends. Mən qarlı havanı sevirəm. Dostlarımla qarda oynaya bilirəm. Deməli, birincidə foggy, ikinci sunny, üçüncü stormy, dördüncü rainy, beşinci cloudy, altıncı windy, yeddinci snowy. Mən bu sözlərin tərcüməsini və lüğətini burada qeyd edirəm. Bunları oxuyub əzbərləyə bilərsiniz. Language in context. Səhifə 100. Complete the table with the sentences from the weather forecast using the words below. Hava haqqında məlumatdan istifadə edərək aşağıdakı sözlərlə cədvəli tamamlayın. Connectors, bağlayıcılar. Addition, əlavə. There is some cloudy weather moving in and there is light rain in the afternoon. Buludlu hava yaxınlaşır və günorta yüngül yağış yağır. Apposition, təzad bildirənlər. I want to go for a walk by the river later. Mən çayda sonra gəzintiyə getmək istəyirəm. Oh, but don't get too excited. Ah, amma çox da həyəcanlanma. We have the perfect weather for a walk. However, that all changes in the afternoon. Gəzintiyə çıxmaq üçün əla havadır, lakin günün ikinci yarısında günorta hər şey dəyişir. Consequence, nəticə bildirən bağlayıcıdır.
There's a possibility of snowy showers, so don't forget to get your winter coat. Qarlı yağışlar mümkündür. Buna görə də qış paltonu götürməyi unutma. So buna görə də deməkdir. Time zaman bildirən. Don't forget to get your winter coat before you go out tomorrow evening. Sabah axşam çölə çıxmazdan əvvəl qış paltonu götürməyi unutma. Before əvvəl deməkdir. After sonra. After all that rain weather yesterday, I know everyone is a bit worried. Dünənki bütün o yağışlı havadan sonra mən inanıram ki, hər kəs çox həyəcanlandı. Biraz həyəcanlandı. İkinci, choose the correct options. Düzgün variantı seçin. Birinci, I was worried about the weather yesterday, but in the end it was okay. I got home before the snow. Dünən hava ilə bağlı narahat idim. Burada amma və yaxud da ona görə də götürməkdənsə biz içərisindən batı seçəcəyik. Amma sonda hər şey yaxşı oldu. Və mən evə qar yağmamışdan qabaq çatdım. İkinci, the weather was horrible. İkinci, the weather was horrible last weekend. So I stayed at home and played board games. Ötən həftə sonu hava dəhşətli idi. Buna görə də evdə qaldım və oyunlar oynadım. Üçüncü, I check the weather on my cell phone before I leave for school every morning. Hər səhər məktəbə getməzdən əvvəl mobil telefonumda havaya baxıram. Dördüncü, we are getting some rain this week after months and months with no rain. Aylarla yağış yağmadıktan sonra bu həftə biraz yağış yağır. After'a götürük. Beşinci, it is a bit cloudy now. İndi biraz buludludur. However, the app says it's sunny. Lakin proqnoz güneşli olacağını deyir. Burada however'ı götürdük. Üçüncü, complete the conversation with connectors. Söhbəti bağlayıcılarla tamamlayın. Hi, I arrived in Berlin today. It's awful here. It's snowy and windy. Salam. Bugün Berlinə çatdım. Burada hava dəhşətlidir. Qarlı və küləklidir. Həmcins sözləri birləşdirir. And. Yeah, I am staying at the hotel in this evening. But the weather looks good tomorrow. So I can explore the city then. Bəli, bu axşam oteldə qalıram. Amma sabah hava yaxşı görünür. Sonu götürük. Ona görə də sonra şəhəri gəzə bilərəm. Great. Əla. But don't forget to check the weather before you leave the hotel. Əla. Amma oteldən çıxmazdan əvvəl hava haqqında məlumata baxmağı unutma. Use it. Mediation. Dördüncü. Choose one of the options and complete the sentences so they are true for you. Biz buradakı sözlərdən, fikirlərdən hər hansı birini seçirik və onların bizim üçün doğru olan cümlə kimi tamamlayırıq. Then tell your partner. Sonra öz tərəfdaşınla danış. Don't hate rainy days. Mən burada
nifrət edirəm sözünü götürürəm. I hate rainy days, but I like the smell of the rain. Mən yağışlı günü xoşlamıram, lakin onun qoxusunu xoşlayıram. Yaxşın qoxusunu xoşlayıram. I want to spend my holiday in the countryside. Mən tətildə kənddə keçirməyi istəyirəm. So I am going there this summer. Ona görə də bu yay oraya gedirəm. I need to wear boots to walk in these hills. However, they are very heavy. Təpələrdə gəzmək üçün çəkmək geyməyə ehtiyacım var, lakin onlar çox ağırdır. I love to walk along the coast on windy days and listen to the waves. Mən küləkli günlərdə sahil boyu gəzməyi sevirəm və deməli dalğalara qulaq asıram. Yəni dalğalara qulaq asmağı və küləkli günlərdə sahildə gəzməyi sevirəm. Around the world. Dünya ətrafında. Səhifə 101. Geography. Coğrafya. Bu səhifə coğrafya mövzusundadır. Burada deməli mətndə meşələrin qırılmasından, deforestation, yəni haqqında müxtəlif ölkələrdən gənclərin fikirləri verilir. Mətnlərin tərcüməsi və əsas mənalarını indi sizinlə oxuyaraq qeyd edirəm ki, dərsi daha yaxşı başa düşməyinizə kömək olsun. Posted 2 days ago. 2 gün əvvəl tərtib edilibdir. 2 gün əvvəl paylaşılır. I am just thinking about forests and about why people are cutting down trees to create fields. Mən meşələr haqqında və insanların niyə tarlalar yaratmaq üçün ağacları qırdıqları haqqında düşünürəm. Kəsdikləri haqqında düşünürəm. I learned in school that there is deforestation in Mexico because people want to make fields for meat production. Məktəbdə öyrəndim ki, Meksikada meşələrin qırılma səbəbi insanların ət istehsalı olan otlaqlar yaratmaq istəməsidir. I am very cross about it. Buna görə də əsəbləşirəm. How do you feel about deforestation in your country? Sənin ölkəndə meşələrin qırılması haqqında hisslərin necədir? Deməli, burada əsas səbəb ət istehsalı üçün yerlərin açılmasıdır. Meşələri qırırlar ki, ət istehsalı üçün tarlalar açılsın, yerlər açılsın. Posted 1 day ago. Bir gün əvvəl. I am from the Amazon. Sonya deyir ki, o Amazonlandır. Deforestation is a big problem here today. Meşələrin deməli qırılması bugün burada bir problemdir. I am cross too. Mən də əsəbləşirəm. And I am worried about the water in the atmosphere. Suyun miqdarı üçün, yəni atmosferdəki suyun miqdarı üçün narahatam. When we cut down trees, we get less rain. Ağaclar kəsiləndə daha az yağış yağır. The Amazon needs the rain. Amazonun yağışa ehtiyacı var. Posted 4 hours ago. 4 saat əvvəl. Nor? When we cut down the trees, animals die. Biz ağacları kəsəndə heyvanlar ölür. I am from Borneo and we lost over 100,000 Bornean orangutans between 1999 and 2015. Mən Borneo'danam və biz 1999 və 2015-ci illər arasında 100 mindən çox orangutan itirdik. We don't want to lose more. Biz daha çoxunu itirmək istəmirik. Orangutans are so interesting. Onlar çox maraqlıdır.
However, they need the forest to live. Where can they do without the forests? Onların meşələrə deməli ehtiyacı var. Yaşamaq üçün meşələrə ehtiyacı var. Onlar meşələrsiz necə yaşaya bilər? Katya from Muangando posted 2 hours ago. 2 saat əvvəl. I live in Uganda and we are losing a lot of our forest. Look. Mən Ugandada yaşayıram və biz meşələrin çoxunu itiririk. Bax, cədvəldə qeyd edib. It is really bad. Bu çox pisdir. From 1992 to 2005 we lost about 63%. 1990-cı ildən 2000-ci ilə 2005-ci ilə qədər meşələrimizin 63%-ni itirdik. We need the forest for our food and our home is here. Bizə qida, dərman və yaşamaq üçün meşə lazımdır. Yəni biz orada yaşayırıq. And we use plants for medicines. Və bizə deməli bura tibb üçün bitkilər dərman üçün də lazımdır. My family and I need the forest to live, so I am really worried. Mənim ailəm və mən deməli bu meşələrdə yaşamaq üçün meşələrə ehtiyacımız vardır və bu da bizi çox narahat edir. Məni narahat edir. Əsas nəticə qida və təbii dərman mənbələrinin itirilməsidir. Əziz şagirdlər, onu da qeyd edim ki, həmin bu mətndə olan bəzi sözlərin mən burada tərcüməsini və oxunuşunu qeyd edirəm. Siz oradan onu öyrənə bilərsiniz, əzbərləyə bilərsiniz ki, söz ehtiyatınız artıq olsun və həm də mətni yaxşı mənimsəyəsiniz. Səhifə 102, tapşırıq 1. Look at the online forum and choose the correct answer. Online foruma bax və düzgün cavabları seç. 1. How many threads are there in the text or topics? Neçə mənası, neçə ideyası var bu mətnin? 1. Bir dənə mənası var. O da deforestation, yəni meşələrin qırılması. 2. How many answer does the main post have? 3. Sonia, Noor and Kato. Burada qeyd edir. Sonia'nın, Noor'un və Kato'nun deməli 3 dənə əsas cavabı var. 3. Who wrote the main post? Əsas vacib deməli postda kim yazmışdır? Təbii ki bu Worried Tindir. O yazmışdır. 4. What is the topic of the conversations? Mətnin əsas mənası, əsas mövzusu nədir? Burada qeyd edək. Cutting down trees. Ağacların kəsilməsi. Burada onu qeyd edəcək. 2. tapşırıq. Read the online forum and listen, then match the thinkers with what they are worried about. Online forumu oxuyun və qulaq asın. Sonra gənclərin 1-dən 3-ə qədər olan deməli narahatçılıqlarını burada birləşdirəcək. A, B, C ilə. Sonia, the water cycle. Sonia deməli su dövranı haqqında narahatdır. Noor, the animals, heyvanlar haqqında narahatdır. Katya from Uganda isə the people, insanlar haqqında narahatdır. Words in contest, kontestdə sözlər.
Match the words in bold from 1 to 4 with the opposites. 1-dən 4-ə qədər olanları öz əks mənaları ilə birləşdirəcək. Cut down trees, ağacları kəsmək, plant, əkmək. Less rain, az yağış. More, daha çox. Animals die, heyvanlar ölür. Live, yaşayır. We don't want to lose more, biz daha çox itirmək istəmirik. Find, tapmaq istəmirik. Find'i götürürük. 4-də. Write true and false and explains your choices. Then compare with a partner. Mətnin məzmununa uyğun olaraq cümlələri qiymətləndirəcək, səhv və ya doğru olduğunu qeyd edəcək, öz tərəfdaşımızla müqayisə edəcək. 1. Warrington writes about why people cut down trees in Mexico. Bu doğrudur. Warrington Mexiko'da ağacların kəsilməsi haqqında insanların narahat olmasından yazır. There is deforestation in Mexico because people want to make fields for meat production. 2. Sonny and Nor are from the same continent. Deməli, onlar eyni materikdəndirlər. False. They are from this different continent. 3. There is more water in the soil after deforestation. Deməli, meşə qırılmalarından sonra torpaqda daha çox su olur. Xeyr, burada qeyd edir ki, worried about the water, less, az olur. İndi keçək o birisinə. 4. Orangutan lost their homes when the forest is destroyed. Orangutanlar meşələr dağılanda evlərini itirir. Bu doğrudur. True. Some medicines are from plants. Bu da doğrudur. True. Bəzi bitkilər dərmandır. 5. Answer the questions. Suallara cavab verin. Write the correct options. Düzgün variantı bildirin. 5. tapşırıq. Answer the questions. Suallara cavab verin. Write the correct options. Düzgün variantı seçin. Opinions are, deməli fikirlər. Facts are, faktlar. What a person thinks, what you can prove. Əlbəttə ki, burada what a person thinks insanların düşüncələridir. Faktlar isə what a person thinks deyil, what you can prove. Budur. Sən nəyə sübut edə bilərsənsə odur. 2. Write the fact and the opinions in the sentences below in your notebook. Dəftərlərinizə faktlar və fikirlərinizi bildirin. Məsəl üçün, opinion, orangutans are so interesting. Onlar çox maraqlıdır, belə qeyd edə bilərik. Amma faktda isə they need the forest to live. Orangutanların yaşamaq üçün meşələrə ehtiyacı vardır. Əlbəttə ki, burada orangutan are so interesting opiniondur. However, they need the forest to live isə faktdır. 3. Read the online forum again and write to other facts in your notebooks. İndi mən sizə bu haqda kiçik faktlar, 2 fakt yazacağım və bunu öz dəftərinizə qeyd edərək öyrənəcəm. To show that something is true. Nəyin doğru olduğunu göstərmək. The natural environment in which an animal or plant usually lives. Ətraf mühitdir ki, harada insanlar və bitkilər və heyvanlar adətən yaşayır. Think. Write an answer to the post about deforestation in your country. Include your opinion and the fact in your answer. Deməli, öz dəftərinizdə öz ölkənizin meşə qırılmaları haqqında qeydlər edirsiniz. Bura öz fikirlərinizi və faktlarınızı da əlavə edirsiniz. I live in Azerbaijan.
Mən Azərbaycanda yaşayıram. In my opinion, mənim fikrimcə, our forests are the most beautiful part of our nature. Bizim təbiətdə, deməli, meşələrimiz təbiətimizin ən gözəl hissəsidir. Bu rəydir. However, lakin, forests cover only about 12% of our country's territory, which is not a lot. Lakin meşələr ölkə ərazimizin yalnız 12%-ni təşkil edir. Bu isə çox deyil. Bu da faktdır. We must protect our trees and plant more of them because they are our lungs. Biz ağaclarımızı qorumalı və onları daha çox əkməliyik. Çünki onlar bizim ağciyərlərimizdir. Mən belə bir kiçik yazdım, bir mətin yazdım. Siz də bunun kimi yaza bilərsiniz. Əziz şagirdlər, ümid edirəm bunun kimi mən sizə kiçik bir belə mətn yazdım. Burada həm rəy var, həm də faktlar var. Ölkəmiz haqqında, meşə qırılmaları haqqında fikrimiz var. Bunu da özünüz istədiyiniz formada bu tipdə yaza bilərsiniz. Ümid edirəm ki, izahım ürəyinizcə oldu. Növbəti dərslərin izahında görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Kanalıma abunə olub like atmağı unutmayın. Bye bye.